Salam əziz izləyicilərimiz. Biz bugün Cəlilabad rayon Məmmədrıza kəndində qocaman bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Çox sağ olun, xoş gəldiniz. Çox sağ olun. Adınız, soyadınız? Əzimov Balaxan Qocaxanoğlu. Və neçənci ildə anadan olmusunuz? 1954-cü il may ayının 6-sında. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Gəncə şəhər pedaqoji institutu. Hansı ixtisas üzrə? Kimya biologiya. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 2076-da. Hansı məktəblərdə çalışmısınız? İlk dəfə 2076-da Cəlahər kənd orta məktəbində işləmişəm 2 il. Sonra 1979-cu ildən gəlmişəm Şorbatı məktəbində işləmişəm uzun müddət. Sonra 2001-ci ildən öz kəndimdə, Məmmədrıza kəndində çalışmışam. Ümumilikdə neçə il müəllim? 50 ilə yaxın işləmişəm. Maşallah. Fəxri adlarınız, mükafatlarınız olub həmin? Fəxri adlarımız deyəndəki o vaxtda şifayə verirdilər. Yəni indi quruluş tamam başqa idi. Amma fəxri adımız yoxdur. Mükafatlar olub da fəxri. Qabaqcıl müəllim kimi yəni? Yox, verilmirdi. Neçənci ildən təqaüdə çıxmısınız? 2022-dən. 2017-dən təqaüdə çıxmışam. 2022-ci ildən direktorluğa çıxmışam. Elə öz arzumla Ərdəndən çıxmışam da yorulmuşdum. Həyat yoldaşınızın adı, soyadı? Asiya Məmmədvar qızı, Gəncəli dözü. Onunla elə həyat qurmuş o vaxt, 77-ci. Çox gözəl. Mən bildiyimizə görə çox gözəl atası, çox gözəl babasınız. Neçə evladınız var, adlarını deyərdiniz? 4 övladım var, 2 qız, 2 oğlan. Oğlanlardan Əzimov Elşən Balaxanoğlu, Əzimov Elşad Balaxanoğlu. Qızlardakı Əzimov Vəfa Balaxan qızı, Əzimov Leyla Balaxan. Mən sizin yolunuzu davam elətdirənlər var? Yox, yolumuzu davam elətdirənlərdən yox. Biri hərbiçi olub oğlanların. Qızlar Gəncə pedaqoji konkurslarında işləmədi. Öbürü qızlar işləmədi. Kənd yerində indi. Məlum. Bəs müəllim, neçə nəvəniz var? 10 dənə nəvəm var, bir dənə nəvəm. Allah sağ eləsin. Mən indi sizi inşallah çəkdiyi işıqlandıracağıq Allahın izni ilə. Sizə baxacaqlar buradan evlatlarınız, nəvələriniz, nəticələriniz. Onlara nə tövsiyə bildirərdiniz? Onlara deyirəm ki, ilk növbədə həyatda sağlığa etməyir. Mehriban olsunlar, ailəsini gəldən geçsinlər, mehriban olsunlar. Bir-bir sözünü eşitsinlər, neynərəm deməsinlər. Sağlam yaşasınlar, öz övladlarına da yöndən baxdığım kimi baxsınlar. Biz də sizin arzularınıza qoşuluruq. Mənim, bəs sizin dərs dediyiniz şagirdlərinizə nə deyə bilərsiniz bizim vasitəmizlə? İndi böyüyüb, indi... Şagirdlərimiz çox olub, ali məktəbi qutaranlar, çox elə əksəriyyəti bu dəqiqədə... Yəqin ki, sizin yolunuzu davam elətdirənlərdən olur. Bəli, var, çoxdur, müəllim çox işləyir, mənim şagirdlərimlə müəllim elə, özümlə bərabər müəllim işləyənlər də var, hazırda da işləyənlər var. Çoxdur, adın valla sayını demək olmaz. Elə bu da sizin elə fəxrlərinizdən biridir. Bəli, çoxdur. Bu dəqiqə indi elə məktəbdə çox adam var. Kənd başqa rayon məktəblərində. Hətta biri pedaqoji institutda işləyən də var. Yəni öz savadı, biliyi var. Çox gözəl. Mən bəs indi sizə baxacaqlar bir qocaman müəllim kimi. Gələcəkdə fəaliyyət göstərən gənc müəllimlərə nə demək istəyirsiniz? Onlara deyərdim ki, işində möhkəm olsunlar, uşaqlara yaxşı biliş versinlər, uşaqlara yaxşı savad versinlər, mehriban olsunlar, gələcəyi fikirləşsinlər, uşaqlara gələcəyi haqqında məlumat versinlər. Məsuliyyətli olsunlar, bir-birlərinin hörmətlərini qazansınlar. Çox sağ olun müəllim. Dəyərli xatirələrinizi bizimlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun. Sağ olun, biz də razıyıq. Siz də xoş gəldiniz deyəndə mən də arzu edirəm ki, sizin işiniz davamlı olsun. Həmişə möhkəm olsun və gələcək planlarınızda elə belə işlərin görünməsi ilə dövlətimizə də xeyri var. Dövlətimiz də bundan yararlanır, bundan yəni zövq ala bilər. Çox sağ olun. Dövlətimiz də ki, məsələn, pis dövlət deyil. Ən yaxşı dövlətlərdən biri ilə Azərbaycandır. Çox sağ olun, sağ olun.